Salam, hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. 107 minə 7 otaqlı ev çıxdı satışa. Bax bu ev. Yəni 107 min manata satışa çıxarıldı, 7 otaqlı ev. Ərazidə haradır? İnternetin kuruğu var, Hüseyin Market. Hüseyin Marketin ayaqla da gəlmək olar bura. Düz qapının ağzına qədər asfaltdır. Yəni ancaq asfalt yolla gəlirsən, ayağınız torpaq yola dəymir. Yəni həmən bu evə gəlib baxanda. Baxın həyətə bir dənə. Bax besetkası da var. Həyət üçün ayaq yol da var. Əl yumağa da su qoyulub, qrant qoyulub. Baxın. Yəni hər şərait burada qurulub, qaldı bir dənə bu evə sizin gəlib baxmayınız. Baxın görürsünüz. Bax oradan bir dənə zəhmət olmasa göstərin. Bax belə 2 mərtəbəli evdir. Bir də təkrar edirəm, 7 otaqlı ev 107 minə. Bax darvazanın üstünə bax belə bir kazirok qoyulub. Bir də hasar qırağı bax belə qazondur, görürsünüz. Xüsusi zövqlə ot üçün yerlər ayrılıb qazon üçün. Evimizdə, hasarımızda tarsofka emusiyadır, yarıya qədər də bax belə qabançdır. Evin də bir də nə izah eləmək istəyirəm. 4 bir tərəfinə fırlanmaq olur. Özə fərdi yaşayışdır ha. Yəni bunu alıb qeydiyyata düşə biləcəyiniz evdir. Evimizin 4 bir tərəfinə fırlanmaq olur. Kanalizasiyası mərkəzidir də, bunları sadalamıram çünki mərkəz yerdədir. Sarayın tam mərkəzindədir. Asfaltın qırağında, yolun qırağında hələm-hələm evlər satışa çıxmır. Bax məsafəyə baxın, görürsünüz, səliqəli betonla da betonlanıb. Baxın. 4 bir tərəfi betonlanıb. Bax belə, həyəti bax budur. İndi mən bir-bir izah edirəm, birinci aşağıdan başlayaq. Zəhmət olmasa siz də gəlin. Ayaqqabı ilə girək. Bax bu birinci mərtəbəsi, aşağısı. Bax görürsünüz, bax belə qəşəng koridordur. Bax yerinə qəşəng belə bir keramika vurulub. Bu keramikadır da belə. Ondan sonra girən kimi burada bax bir otaq buradadır. Gəlin baxın. Bax bir otaq burada. Həqiqətən bura yayda sərin, qışda isti olacaq. Bax indi hal-hazırda elə bir ki kondisioner qoyulub, sərt sərindir. Bir otaq buradadır. Baxın. Ondan sonra bir otaq buradadır. Bir otaq buradadır. Görürsünüz. Bunlar aşağıda olanlardır. Yuxarını da göstərəcəm. Bir dəqiqə səbirli olaq. Sonra görə burada da daha nələr var. Bax burada da belə bir xüsusi ara var. Bura yəqin ki kondo otağıdır da bura. Hə, kondonun xüsusi yeri qoyulub. Bu qapını açmayın deyirsiniz. Hə, bu qapını təzə qoyublar. Ona görə hələ bu qapını göstərmirəm. Burada da bir otaq var. Bax, görürsünüz. Bu otaq. Ara məsafələrdə, bütün pəncərələrdə baxırsınız, ara məsafəsi var. Çünki 4 bir tərəfindən fırlanmağa bu evin yeri var. Hara siz deyirsiniz, istəsələr qutunu eləyərlər. Gəlin, baxın ki, bu ev sahibi qardaş deyir ki, yəni bura istəsələr aşağıda mətbəx kimi də istifadə eləmək olar. Çünki bütün kommunal xəttlər onun yanından keçir. Ona görə də orada da istifadə eləmək olar mətbəx kimi. Bu aşağıda olan otaqları idi. Pilləkəmiz betonla tökülüb. Betonla tökülüb. Neçə daş kürsülüdür? 14 daş kürsülüdür. 14 daş kürsülü evdir. Bax, gəldi, çıxdı bu plaşatkiyə. Baxın, pəncərələrimiz şəbəkə pəncərədir. Bax, şəbəkə pəncərədir. Həqiqətən çox gözəl, yaraşıqlı evdir. Sarayın tam mərkəzdə. Ətrafı bir dənə göstərim, ətrafa baxın. Yaşıllığın tam mərkəzindədir. Çünki torpağı da münbitdir. Ərazi də super ərazidir. Asfaltdır, düz qapının ağzına qədər. İndi daxil oluruq ikinci mərtəbədəki otaqlara. Bax, bir dənə bunun patologun hündürlüyü nə qədərdir? 3.20 ancaq yerdən tavanın hündürlüyüdür. 3 metr 20 sant. Bura istif oldu. Bax, burada keramika gördüyünüz yerlər hamısı istif oldu. Bax, burada istif oldu. Görürsünüz. Mətbəx də istif oldu, hamam tualet də istif oldu. Bax, bir dənə mətbəxi göstərək. Bax, mətbəxin yekəyində. Mətbəx neçə kvadratdır? 14 kvadrat tək mətbəxidir. Bax, mebelası keramikada vurulub, özü də boydan boya istif oldu. 107 min manatdan mütləq endirim olunacaq. Qapılarına da baxın, səliqəli ağ qapılardır. İndi belə qapılar dəbdədir. Tarzımaz deyil, tarzımazlar çox dəb deyil. Ondan sonra giririk qonaq otağına. Bax, bu da qonaq otağıdır, görürsünüz. Görün, nə qəşək təmir olub, kətan aboylardır. Tavanın dənə göstərin, altifandan qəşək qara spotlar qoydular. Həqiqətən çox qəşək evdir, bitdi evdir. 107 min manatdan qiymətində endirim olunacaq. Gəlin ev sahibinin özü ilə danışın. Özü sizə izah eləyəcək. Mətbəxi göstərdim, qonaq otağını göstərdim. Burada bir yataq otağı. Bax, maşallah, böyük yataq otağı. Bütün pəncərələrdən də baxırsan, adamın ürəyi açılır. Çünki heç bir ev yapışmıyor evə. Bu bir yataq otağıdır, burada da bir yataq otağı. Burada da bir yataq otağı. Bax belə, gördünüz? Burada da bir yataq otağı. Qaldı sanitar qovşağı da göstərək. Baxın. Aksesuarlarına qədər qurulub, hazır vəziyyətdədir.
Bax belə. Deməli, yuxarıda mətbəx, hamam, tualet, qonaq otağı, 2 dənə yataq otağı. Aşağıda nə idi? 4 dənə otaq aşağıda. 4 otaq da aşağıdadır. İstəsiz aşağıda otaqların biri mətbəx kimi deyilə bilərsiniz. Çünki kommunallar düz yaxınlığından keçir. Necə? Başa düşmədim. Hə, buradan krişaya çıxmaq üçün də kod var. Bax, buradan krişaya çıxmağa da kod var. Deməli, bir də izah edirəm. Saray qəsəbəsində, internatın kuruğunda, panoramanın kuruğunda Hüseyin Market var. Asfaltdan düz qapının ağzına qədər gəlirsiniz. Yaxın məsafəlidir, çox uzaq deyil. Qapının ağzına qədər asfaltdır. 2 sot 10 kvadratdadır. 2 sotda yarımdan biraz azdır ərazisi. Fərdi yaşayışdır. Bu evi alıb, kupça alıb, qeydata düşə biləcəyiz bir evdir. 2 mərtəbə tipli deməzdim, Pləkan çöldəndir. Amma vallahi elə bir neçə 2 mərtəbəyə dəyəcək bir evdir. Yəni gəlib özünüz baxacaqsınız. Mənim deməyimə baxmayın. Özünüz gəlin, canlı baxın. Gəlib görəcəksiniz bir evi. Həqiqətən super evdir, yaraşıqlı evdir və tez satılan evdir. Ən sürətli satılan ev bu qardaşım. Gələndə indi görəcəksiniz. Yəni bu evlər 5 gün, 1 həftə qalır, ondan sonra satılır. Çox qalmayacaq. 107 min manata 7 otaqlı ev. Allah alana da, satana da xeyir versin. Sağ olun.